Hansı ağacları bir-birinə yaxın əkmək olar, hansıları bir-birinə yaxın əkmək olmaz və ağaclar arasında məsafə nə qədər olmalıdır? İndi sizə bu barədə danışmaq istəyirəm. Maraqlıdırsa çevirməyin və məni dinləyin. Deməli, bundan qabaqki videomda mən danışdım ki, ağaclar hansı fəsildə əkilməlidir? Bəs ağaclar əkiləndə hansı ağacları, söhbət meyvə ağaclarından gedir, onlardan danışacağam. Hansı meyvə ağaclarını bir-birinə yaxın əkmək olar, hansıları olmaz və aralarında məsafə nə qədər olmalıdır? Bir konspekt hazırlamışam, çünki siyahı uzundur. Azərbaycanda ən çox bu populyar olan ağacların hamısının adlarını yazmışam və hansına uyğundur, hansına uyğun deyil. Beynimdən danışmayım, yadımdan çıxarda bilərəm hansınısa. Ona görə bir konspekt hazırladım və bu konspekti sizə təqdim edəcəm. Normalda, belə deyim, ağaclar arasında məsafə olur minimum bir 3-4 metrə. Amma həyətləri balaca olan insanlar üçün, bağbanlar üçün, bağ sevənlər üçün hansı ağacları bir-birinə yaxın əkə bilərik ki, bir-birinə mane olmasın? Bunu niyə deyirəm? Misal üçün, ərik ağacının kökləri toksik maddələr ifraz edir və ətrafında nə ağac əkirsənsə, həmin ağacı, əgər belə deyək, yaşlı bir ərik ağacının böyrünə yeni nə ağacı əksən, həmin o ərik ağacının köklərinin toksik maddələri yeni ağacı inkişaf etməyə qoymayacaq, onu məhv edəcək. Və yaxud da yaşlı bir alma ağacının böyrünə nəsə bir başqa bir ağac əksən, alma ağacının kökü çox sıx olur və çox şaxəli olur. Onun yanında əkdiyiniz 2 metrə, 3 metrə məsafəsində əkdiyiniz ağacı başlayacaq kökləri ilə boğmağa, onun qidalarını özünə götürəcək, ağac məhv olacaq. Ona görə də bir-birinə həm tozlanma baxımından, həm belə deyək, tum baxımından uyğun gələn, bir-birinə mane olmayan ağacların siyahısını sizə təqdim eləmək istəyirəm. İlk öncə başlayaq almadan. Alma, heyva, armud. Bunlar bir-birinə uyğun gələn ağaclardır. Ancaq ərik və şaftalı ilə çox yaxın əkilməsi məsləhət görülmür. Çünki torpaq tələbləri fərqlidir. Yəni, almanın yanına armud və heyva əkə bilərsiniz, gilas və albalı da əkə bilərsiniz. Buna ziyan vermir. Amma ərik və şaftalını siz almaya yaxın əkməyin. Armud, dediyim kimi, alma və heyvaya uyğun gəlir, bir-birini hətta tozlandıra belə bilirlər. Amma ərik, şaftalı və əncirə yaxın əkilməsi tövsiyə olunmur. Heyva, məlum məsələdir, alma və armuda yaxın əkilə bilir, bir-birlərini tozlandıra da bilirlər. Torpaq baxımından nəm sevəndilər. Əncir və xurma ilə əkilməsi tövsiyə olunmur. Əncir isti sevən, isti və quraqlıq sevən bitkidir. Buna ərik və şaftalı ilə yaxın əkilə bilər. Lakin nəm torpağı sevən heyva və alma ilə yan-yana əkilməsi uyğun deyil. Xurma və yaxud da böyrünə treylə karolok ağacını da qoyaq. Xurma dərin köklü ağacdır. Əksər ağaclarla məsafəli əkilməlidir. Nar, əncir və əriklə məsafə saxlanılaraq əkilə bilər. Alma, armudla çox yaxın əkilməməlidir. Məsafələrin də bu şparqalkamın sonunda deyəcəm, amma bayaqları dedim. Bir də təkrarlayacağım o hissəni. Albalı və gilas bir-birinə tam uyğundurlar. Onlar eyni tozlanma dövrünə malikdirlər, bir-birlərini tozlandıra da bilərlər. Ərik və şaftalı ilə məsafəli şəkildə əkilsə yaxşı olar. Gilas albalı ilə uyğun gəlir. Əsas torpaq neytral və yaxşı drenajlıdırsa, ərik və şəftəli ilə də eyni sahədə əkilə bilər. Ərik günəşli və isti yeri sevir. Və yaxud dediyim kimi, kökləri də toksik maddələr ifraz edir. Ərik bağı salmaq istəyirsinizsə, yaxın əkə bilərsiniz. Amma
həyətinizdə 2 dənə, 3 dənə ərik ağacı əkəcəksinizsə, o zaman alma, armud və heyva ilə yaxın əkilməsi məsləhət görülmür. Şaftalı ağacım. Şaftalı ağacı haqqında çox kaprizli ağacdır. Həyətinizdə şaftalı ağacınız varsa, elə bil ki, həyətinizdə bir xəstə bir canlınız var. Evdə, onu bilirsiniz, mən nəylə müqayisə edirəm. Evdə kitayska roza, hibiskus dediyiniz gül varsa, böyründən külək əsdi, yel çəkərə düşdü, yarpağını büzüşür. Çox su verdin, yarpağı quruyur. Az su verdin, yarpağı büzüşür. Yerini dəyişdin, yarpağı büzüşür. Cücülərlə. Bax, şəftəli də həminki tip bitkilərdən biridir. Hər ikisindən uzaq durmağınız məsləhətdir. İstər şəftəli olsun, istər hibiskus olsun. Uzaq durmanız məsləhətdir. Amma sevirsinizsə, həyətinizə əkmək istəyirsinizsə, o zaman şaftalı, əncir və əriyə uyğun gəlir. Amma albalı və gilasla ara məsafəsini biraz çox əkməlisiniz. Alça. Alça, gilas, albalı və əri ilə uyğun əkilə bilər. Amma alma və armudla torpaq tərəfləri fərqli olduğuna görə biraz məsafəli əksəniz, məsafəni daha uzun eləsəniz daha yaxşı olar. Nar. Nar günəş sevən və quraqlığa davamlı bitkidir. Əncir və xurma ilə məsafəli şəkildə əkə bilərsiniz. Amma alma və heyva ilə yanlışa əkməyiniz uyğun gəlmir. Məsafəli deyəndə siz nəyə nəzərdə tuturam? Deməli, tutalım ki, fikir vermisiniz, hardasa alma bağları var və yaxud da konkret bir ağacın bağı var. Elə yolumuzun üstündə Azbadam, indi deyəsən adı dəyişib, onların badam ağaclarından bağları var. Ağaclar arasındakı məsafə 2 metrədir. 2 metrə yarımdır. Eyni tipli ağac əkirsinizsə, 2 metrə, 2 metrə yarım məsafə saxlamağınız kifayət eləyir. Amma bir dənə alma ağacı, böyrünə başqa ağac əkirsinizsə, bunlar arasında məsafə heç olmasa bir 3 metrə saxlamalısınız. Və belə bir şey deyim. Misal üçün, mən bu bağımı alanda, düzdür, məndə alınmadı. Niyə alınmadı? Meyvə yetişdirmək varımdır. O tərəfdə ərik ağacım var, üstündə olur. Burada alça ağacım var, üstündə olur. İnnabım var burada, o tərəfdə innabım var, olur üstündə. Qarağatım var, əncirim var, üstündə olur. Amma alma ağacı əkdim əriyin yanına. Ərik onu məhv elədi. Neçə vaxtdır gilas, albalı əkməyə cəhd edirəm, tutmur. Çünki torpağım qumdur, dənizə çox yaxınam və suyum yoxdur. Ona görə burada biraz çətinlik mənə yaratdı. Amma indi keçmişəm barsız ağaclara, bir də burada böyrdə zeytun ağacı var, üstündə olur. Barsız ağaclardır, alyandradır, sizin qoxduğunuz, sizin sevmədiyiniz, onları əkmişəm. Sözümün canı nədir? Mən bura təzə-təzə 2006-cı ildə ağaclar əkməyə başlayanda hər ağacdan 2-2 alırdım. Bir alma ağacını əkirdim bura, birini əkirdim həyətin o biri başına. Yox, düzgün deyil. Əgər 2 dənə, 3 dənə, 4 dənə ağacınız varsa, alma ağaclarınızı kvadrat şəkildə ara məsafəsi heç olmasa minimum 2 metrə saxlamaq şərti ilə kvadrat şəklində birin bura, birin bura, birin arxa tərəfə, birin də bu tərəfə əkin. 2 alma ağacı əkirsiniz, 4 alma ağacı əkirsiniz, bir yerdə əkin. Bir cərgədə yox, belə bir cərgə əkməyin. İkisini əkdiniz, o birisi ikisini də bura əkin. Arada bir 3 metrə məsafə saxlayın, keçin digər ağacınızı. Almaya yaxın nə idi? Armud idi, heyva idi. Əkin onun bir 3 metrə aralıda. Ərik ağacı istəyirsiniz, uzaqlaşdırın. Bu əkdiyiniz qrupadan aralıda ərik ağacınızı əkin. Bu arada bundan sonraki videolarımın birində cüt əkilən ağaclar barədə də bir video sizə çəkib paylaşacağım. Ona görə izləməkdə qalın. İndi gedək davamını. Fikrimi biraz yayındırdım. Deməli, ağac əkirsinizsə 2-2 və yaxud da 4-4 bir-birinə yaxın əkin. Birincisi, çiçəkləyən vaxtda çiçəkləri ikisi birdən çiçəkləyəndə daha yaxşı görsənir. Nəinki biri burada çiçəkləyib, biri o tərəfdə çiçəkləyib.
Yanaşı əkin, bir ağacla digər ağac arasında məsafəni minimum 3 metrə qoyun və ağacların uyğunluğuna bu videoda ağac əkəndə istəyirsiniz geri fırlayın, onlara təkrar baxın və yaxud da burada özüm üçün konspekt eləmişəm, o hissəni sizə oxuyum, oranı baxın. Uyğun olmayan cütlüklər: alma və ərik, heyva və əncir, armud və nar, gilas və şaftalı, xurma və alma. Bunlar bir-birinə uyğun deyillər. Xurma, əncir, nar bunlar bir-birinə uyğun gəlirlər. Alma, armud, heyva bir-birinə uyğun gəlirlər. Onlara yaxın gilası, albalını da əlavə eləyə bilərsiniz. Belə, aralarındakı məsafə haqqında da əgər əraziniz böyükdürsə, böyük həyətə maliksinizsə, onlar üçün arada olan məsafəni də deyim. Alma, armud, heyva aralarında məsafə 3-4 metrə olmalıdır. Ərik, şaftalı, alça 4-5 metrə olmalıdır. Gilas, albalı 4-5 metrə olmalıdır. Nar, əncir, xurma 5-6 metrə olmalıdır. Bura başqa ağacları da əlavə eləyə bilərəm. Misal üçün tut ağacı. Tut ağacı bilirsiniz, kökü çox uzağa gedir və tut ağacı digər ağaclarla müqayisədə daha tez inkişaf edir. Siz tutun böyrünə əksəniz nəysə zəif bir ağac tutan ki, şaftalı, tut daha tez böyüyəcək, şaftalını kölgə yaradacaq şaftalı üçün, şaftalını inkişafdan saxlayacaq. Kökü də hər tərəfə yayıldığı üçün sizin şaftalıya verdiyiniz gübrələri tut mənimsəyəcək. Ona görə bu faktorlara, bu şərtlərə riayət eləmək lazımdır. Bayaq dediyimi bir də qısa təkrarlayım. Eyni tipli ağacları yanaşı əkin. Birinin həyətin bu tərəfini, birinin o biri başını əkməyin. Yanaşı 1-2 əkdiniz. 3 metrə minimum məsafə saxlayıb digər növbəti almaya uyğun armudunuzu əkin, heyvanınızı əkin. Əncirdir, xurmadır, karalyokdur. Eyni yerdə əkin, 3 metrə məsafədə digər ağaclarınızı əkin. Beləliklə, demək istədiyim bu qədər idi. Son vaxtlar biraz tənqidi yanaşırsınız ki, niyə məlumat verəndə tam məlumat vermirsən? Çünki məlumatları mən adətən spontan şəkildə tutam ki, yolla hərəkət eləyirəm, nəsə bir şey görürəm və onun videosunu sizə çəkirəm. Elə oradaca videosunu çəkirəm və beynimdə nə varsa onları deyirəm. Nəysə yadımdan çıxır, nəysə deyirəm, nəysə demirəm. Bunun da indi qarşısını almaq üçün özümə konspekt tutmuşam, şpargalkadan istifadə eləyirəm. Yəqin ki, bunu da düz başa düşərsiniz, bunu da mənə tənqid eləmərsiniz. Belə, demək istədiyim bu qədər idi. Buralardadasa bəyən düyməsi var, bəyən düyməsini tıklayın, əgər maraqlı gəldisə. Abunə olmamısınızsa, abunə də ola bilərsiniz. Çünki bundan sonraki videom maraqlı gəlsə, sizə qaçırmayasınız deyə cüt əkilən ağaclar haqqında olacaq. Bu qədər demək istədiyim, bu qədərdir dostlar. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.